Piramidadan növbəti suala baxırıq. Piramidanın oturacağı katetləri 6 və 8 olan düzbucaqlı üçbucaqdır. Bax görsən bura qədər oxudum, dayandım, heç hamısını oxumadım. Deməli piramida var. Oturacağı da düzbucaqlı üçbucaqdır. Görürsüz düzbucaqlı üçbucağı çəkdik. Katetlər 6-8, test hipotenuzu 10 yaz. Nəticəni də o dəqiqə çıxardıq. Deyir yan üz oturacaqla 60 dərəcə bucaq əmələ gətirir. Yan üz oturacaqla 60 dərəcə bucaq əmələ gətirir. Nə deməkdir? Yəni bu apofem, bax bu apofemdir. Oldu apofem 60 dərəcə bucaq əmələ gətirir. Və bu zaman piramidanın hündürlüyü, bu piramidanın hündürlüyünü görürsüz, bu haşı. Piramidanın hündürlüyü gəlir daxilə çəkimi çevrənin mərkəzinə düşür. O mərkəzdən tərəfə qədər olan hissədə balaca yer olur. Tez balaca yeri tapırıq. 6 + 8 = 10 / 2-dən balaca yer 2-dir. 2. Burada 90'dır hündürlük. 90, 60, 30. 30'un qabağı 2 isə 60'ın qabağı 2 kökdə 3'dür. Hündürlük 2 kökdə 3 olur. O da hündürlüyü soruşur. Aha. Bu da həmin sualdır. Burada da başqa cür elə bir gediş eləyirsən. Tərsinə də hündürlük verir, apofemi soruşur ya balaca yeri soruşur. Eləmək olar. Davam eləyirik. Hündürlüyü 12, apofemi 13 olan düzgün dörtbucaqlı piramidanın oturacağın perimetrini tapın. Aha, tələsmirik. Deməli, düzgün dörtbucaqlı piramida dediyinə görə, düzgün dörtbucaqlı piramida dediyinə görə oturacaq kvadratdır. Oturacağın bütün tərəfləri bərabərdir bir-birinə. Kvadratdır özdə. Hündürlüyü 12'dir. Hündürlüyü 12'dir. Apofemdə 13'dür. Bu da 13'dür. Onda onun biz də bilirik axı düzgün dörtbucaqlılarda hündürlük hara düşür? Deməli hara düşürdü? Daxilə çəkilmiş çevrənin mərkəzinə. Deməli bu r nətər tapılır? 13 12 Pifagora görə r 5'dir. Kvadratın da balaca r 5'dirsə onda tərəfi də yəqin ki 10 olar. Oturacağın perimetrini soruşur. Onu da vurarsan 4'ə olar 40. Gəldik bura. Kvadratın daxilə çəkilmiş çevrənin radiusu 6'dır. Kvadratın daxilə çəkilən çevrənin radiusu 6'dır. Kvadratda balaca yer 6'dırsa bunu 2'yə vuranda tərəf tapılır. Görürsüz yazıb r bərabər tərəf bölü 2. Yəni görürsüz 2'ni 6'ya vurub tərəfi tapanda 2'yə vururuq. Deməli radiusu 2'yə vuranda kvadratda balaca yeri kvadratın tərəfi alınır. Kvadratın daxilə çəkilmiş çevrənin radiusu 7'dir. Kvadratın perimetrini tapın. Elə bil bax bu məsələyə girişlərdir də. Kvadratın daxilə çəkilmiş çevrənin radiusu 7-dirsə tərəf 14'dür. Perimetri də tapanda perimetrdə 4 vur 14 56 eləyir. Düzgün dörtbucaqlı piramidanın daxilə çəkilən çevrənin radiusu 10'dur. Düzgün dörtbucaqlı piramidanın oturacağı kvadratdır. Oturacaq nədir? Kvadrat. Və onun radiusu 10'dursa həmin o kvadratın tərəfi 20'dir. Oturacağın tərəfini tapın hazırdır. Düzgün dörtbucaqlı piramida oturacağın daxilə çəkilmiş çevrənin radiusu 2'dir. Yenə düzgün dörtbucaqlının oturacağı kvadratdır. Daxilə çəkilmiş çevrənin radiusu 12'dirsə tərəf 24'dür. Oturacağın perimetrini tapın. Tərəfi də 4'ə vuranda perimetr tapılır. Həmin məsələyə giriş məsələlərdir bunlar. Düzgün dörtbucaqlı piramidanın apofemin proyeksiyası 6 olarsa, deməli bax bu düzgün bu apofemdir. Apofemin proyeksiyası bu apofemdir. Bax bura apofemdir. Bu da onun nəyidir? Proyeksiya deyir 6'dır. Biz də bilirik ki, düzgün dörtbucaqlı da bax bura balaca yer sayılır. Deməli balaca yer nədir? 6'dır. Deyir oturacağın perimetri tapın. Əgər radius 6'dırsa 6'nı 2'yə vururuq. Tərəf olur 12. Kvadratın tərəfi 12 olur. Perimetr tap, yəni kvadratın perimetri tap. 12 vur 4 o da eləyir nə? 48. Deməli apofemin proyeksiyası balaca yerdir. Yadda saxlayın həmişə. Düzgün piramidalarda. Bütün hamısında. Düzgün dörtbucaqlı piramidanın apofemi 15'dir. Hündürlüyü 12'dir. Bax. Düzgün dörtbucaqlı piramidadır. Bax bu apofemdir yaşıl. Ondan sonra göy hündürlükdür. Bu qırmızı da apofemdir. Apofem 15'dir. Hündürlük də 12'dir. 15-12 Pifagora görə 9'dur. Apofemin proyeksiyası 9'sa deməli balaca yer 9'dur. Bu da düzgün dörtbucaqlı olduğu üçün kvadratdır. Kvadratın balaca yeri 9'sa kvadratın tərəfi 18'dir. O oturacağın yəni kvadratın perimetrini tapın. Həmin o tərəfi də vurursan 4'ə.
Hündürlük altı apofem 10 düz piramidanın oturacağım perimetr. Bunlar hamısı eyni şeydir. Kosinüs alfanı tapın. Kosinüs alfa bitişik katet böl hipotenuz. Yəni x böl y-dir. Burada ikiyüzlü bucaq alfadır. İkiyüzlü bucaq alfadır. Bura ikiyüzlü bucaq verib bunun adına alfanı tapın. Alfanı tapan birik kosinüs alfanı tapa bilərsən. Bitişiklə hipotenuz verildiyinə görə a kök 3 böl 10 bölək a. A'lar getdi. Cavab oldu kök 3 böl 10. Alfada ark kosinüs kök 3 böl 10'dur. Gəldik. Piramidada apofem A'dır. Proyeksiya A kök 2 böl 7'dir. Piramidada bu apofemdir. Proyeksiyada A kök 2 böl 7'dir. İkiyüzlü bucağı tapın. İkiyüzlü bucaq apofemlə proyeksiya arasındakı bucaqdır. Bir də deyirəm piramidada ikiyüzlü bucaq, bunu əzbəri adi elə bil elementar düsturlar kimi olsun. Piramidada ikiyüzlü bucaq apofemlə proyeksiya arasında bucaqdır. Deməli bitişiklə hipotenuz verdiyi üçün kosinüs alfanı tapırıq. A kök 2 7 böl A. A'lar getdi kök 2 böl 7. Kosinüs alfa kök 2 böl 7'dirsə onda alfa da bərabərdir. Ark kosinüs kök 2 bölək 7. Düzgün üçbucağın tərəfi B'dir. Düzgün üçbucağın tərəfi nədir? B'dir. Daxilə çəkimi çevirən radiusunu tapın. Daxilə çəkimi çevirən radiusu tərəf vuraq kök 63 böl 6'dır. Gəldik bura. Düzgün üçbucaqlı piramidanın tərəfi A'dır. Düzgün üçbucaqlı piramida deyirsə, oturacaq bərabər tərəfli üçbucaqdır. Bir də deyirəm, düzgün üçbucaqlı piramida deyirsə, piramidanın oturacağı düzgün üçbucaqdır. Yəni piramidanın oturacağı bərabər tərəfli üçbucaqdır. Bu vurğuları eləməmiş keçməyin uşaqlar. Piramida düzgün üçbucaqlıdırsa, piramidanın oturacağı bərabər tərəfli üçbucaqdır. Onun tərəfi A'dır. Oturacağın daxilə çəkimi çevirən radiusunu tapın. Oturacağın daxilə çəkimi çevirən radiusu, yəni bərabər tərəflinin daxilə çəkimi çevirənin radiusu. O deyilir A kökdə 3 bölək 6. Düzgün üçbucaqlı piramidanın apofemin proyeksiyasını tapın. Ümumiyyətlə düzgün piramidalarda apofemin proyeksiyası elə balaca yerdir. Bütün düzgün piramidalarda apofemin proyeksiyası balaca yerdir. Deməli apofemin proyeksiyasından yəni balaca yeri tapın. Balaca yerdə A kök 3 bölək neçədir? 6'dır. Düzgün üçbucaqlı piramidanın apofemi 6'dır. A'dır. Daxilə çəkib çevirən radiusu A kök 3 böl 6'dır. Bu düzgün apofemi, bu da A kök 3 böl 6'dır. Oturacaqda ikiyüzlü bucağı tapın. Oturacaqdakı ikiyüzlü bucaq yəni apofemlə balaca yer arasındakı bucaqdır. Apofemlə proyeksiya arasındakı bucaqdır. Orada bitişiklə hipotenuz verildiyinə görə kosinüs alfadan istifadə edirik biz. A kök 3 böl 6 böl A. A'lar gedir. Cavab kök 3 böl 6'dır. Kosinüs alfa kök 3 böl 6'dırsa alfada ark kosinüs kök 3 böl 6 eləyir. Düzgün üçbucaqlı piramidanın oturacağının tərəfi ilə apofeminin uzunluqları eynidir. Bax, belə eləyək. Düzgün üçbucaqlı piramida deyirsə, oturacaq bərabər tərəfli üçbucaqdır. Olsun A olsun tərəfi. Və apofem də deyir, həmin oturacaqla eynidir. Apofem də oturacaqla nədir? Eynidir. Apofem də olsun A. Apofem də olsun A. Apofem olsun A. Deməli, apofemin proyeksiyası balaca yerdir. O da A kök 3 böl 6'dır. Oturacaqda ikiyüzlü bucağı tapın. Bu oturacaqdakı ikiyüzlü bucaq apofemlə balaca yer arasındakı bucaqdır. O bitişik və hipotenuz varsa kosinüs alfa. A kök 3 böl 6 böl A. A'lar getdi kök 3 böl 6. Kosinüs alfa kök 3 böl 6 ise alfa da bərabər ark kosinüs kök 3 böl 6'dır. 33-cü sualda hündürlük ilə apofemin əmələ getdiyi bucağı tapın. Hündürlüklə apofemin əmələ getdiyi bucaq betadır. Apofemlə erin əmələ getdiyi məsələn alfadır. Düzdür? Burada sinus beta
qarşı bölünsün hipotenuz eləmək olar. Sonra bütün yan tillər oturacaqla eyni bucaq əmələ gətirir. Bütün yan tillər SABC planı yan tillər oturacaq eyni bucaq əmələ gətirirsə, onun yan tilləri hamısı bir-birinə bərabərdir. Bütün yan tillər oturacaqla eyni bucaq əmələ gətirirsə, yan tillər bərabərdir. SA 18 isə SB də EC də 18-dir.